Salam, dəyər yayınları sınaq 1, 5-ci sinif riyaziyyat suallarının izahına baxırıq. Keçək suallara. 26-cı sualda 125 milyon 793 min 4 ədədi. Baxın, 125 milyon 793 min 4 bu formada. Hansı variant olacaq? C variantı. Keçdik 27-ci suala. 5-in kvadratı ilə 13-ün kubunun cəmi. 5-in kvadratı ilə 13-ün kubu. Yəni 5-in kvadratı üzərinə gəlsin 13-ün kubu. Doğru cavabımız olacaq B variantı. 28-ci suala baxaq. 0, 1, 3, 5, 6 rəqəmlərinin hər birindən bir dəfə istifadə etməklə yazıla biləcək ən kiçik ədəd aşağıdakılardan hansıdır? Bildiyimiz kimi 0 ilə başlaya bilməz, 1 ilə başlamalıdır. Ona görə 1, 0, daha sonra isə ən kiçik dediyinə görə artan sırayla yazmalıyıq ki, ən kiçik olsun. Bu formada. Deməli, 10.356. 10.356 doğru cavabımız D variantı olacaq. 29. Deməli, Rum rəqəmi ilə verilmiş ədədi onluq sayı sistemində yazın. C bilirik 100-dür, X isə 10. Qarşısında yazıldığına görə çıxırıq, olur 90. Doğru cavabımız D variantı. 30-cu suala baxaq. Yuxarıdakı nöqtələrin yerinə ardıcıl olaraq uyğun gələn müqayisə işarələri aşağıdakılardan hansıdır? Deməli, burada ədədlərə baxsaq, burada 999.999-dur. Burada isə 1 milyondur. Deməli, 1 milyon daha böyük olacaq. Birinci kiçikdir. Kiçikdir. Böyükdür olanları açsaq, D və C variantı gedir. Daha sonra bu birisində 732 deməli, ədədi oxusaq, 73 milyon 245 min. 73 milyon 245 min, bu 10'dur, bu birisi 1'dir. Deməli, bu ədədimiz böyük olacaq. Digərində isə 417 min 63, o birisində isə 42 min. Təbii ki, 417 min olan daha böyük olacaq. Doğru cavabımız A variantı. Bu formada da yaza bilərik. 31-ci sualda fərq əməlində boş xanaya uyğun gələn ədədi tapın. X desək, X buradan nəyə bərabərdir? 768 üzərinə gəlsin 345. Bunları toplasaq deməli 3 yazaq 1 yadda, 1 yazaq 1 yadda 11. 1113. Doğru cavabımız D variantı. 32-ci sualda cəmini hesablayın. Alt-alta yazıb hesablamamız lazımdır. 12345 deməli 45612 91245. Toplasaq deməli 2 yazaq 1 yadda, 9 1 yadda, 10 0 yazaq 1 yadda, 11 bir də yadda, 12 2 yazaq 1 yadda. Deməli 8 bir də yadda 9, burada isə 14. Deməli 149202. 149202 doğru cavabımız A variantı. Keçid alaq 33-cü sualı. 780 kiloqram un 15 kiloqramlıq paketlərə doldurulmalıdır. Bunun üçün neçə paket lazımdır? 780 bölünsün 15. Bu da bərabərdir. Deməli 5 dəfə 75, 30-da isə 2. Doğru cavabımız B variantı olacaq. 2 ədədin fərqi 845-dir. 2 ədədi bilmirik. X çıxılsın Y bərabərdir 845 formasında yazaq. Bu ədədlərdən azalanı 100 vahid artırıb. Azalan X-dir. 100 vahid artırmaq üzərinə 100 əlavə edirik. Artırıb çıxılanı isə 10 vahid azaltsaq. Çıxılanı da 10 vahid azaltmaq, yəni bu formada. Azaltsaq yeni fərq necə olar? Deməli, daha sonra bunları çıxsaq biz bir-birindən. Görürük ki, biri 100 vahid artdı, digəri isə 10 vahid azaldı. Yəni biz bunu sadə bir misalla göstərsək, məsələn 5 çıxılsın 2 bərabərdir 3. Bunu 100 vahid artırmaq nə deməkdir? 5 olmasın, 25 olsun. 25 çıxılsın, məsələn 12. Heç cavaba ehtiyac yoxdur. 25 çıxılsın 12, 13 eləyir. 100 vahid artıranda 125. 10 vahid azaldanda çıxılsın 2. Bu da bərabərdir neçə eləyir? Deməli 123. 123. Yəni diqqət eləsək, nə qədər artmış oldu? 110 artmış oldu. Hər ehtimalda artacaq. İndi deyir ki, yeni fərq neçə alınır? 845-dir. Burada 90 artmış olur. 90 artmış olur. O zaman bu fərqdə 90 artsa 935. Keçid alaq
Burada deməli B variantı. Keçid alaq 35-ci suala. Muzeyi şənbə günü 14.127 nəfər, bazar günü isə şənbə günündən 3472 nəfər çox adam gəzmişdir. Deməli, şənbə gününü tapmaq üçün, şənbə günü tapmaq üçün 14.127-nin üzərinə biz gəlməliyik 3472-ni. 9, 9, 5, 7, 1. 17.599. 2 gündə muzeyə neçə nəfər? Deməli, 17.599-un üzərinə gəlməliyik 14.127-ni. Toplayanda 6 yazaq bir yadda, 2 yazaq bir yadda, 7, 1 yazaq bir yadda, 3. 31.726 doğru cavabımız B variantı. 36 ifadənin qiymətini hesablayın. 5-in kvadratı 25 eləyir. Üzərinə gəlsin 2-nin kubu 8, üzərinə gəlsin 7. Bunları toplasaq 15, üzərinə əlavə etsək 40. Doğru cavabımız D variantı olacaq. 37-ci suala baxaq. Fazil dayı 1 kiloqramı 6 manata olan 52-dən 5 kiloqram. Yəni 5 vurulsun 6 bərabər 30. 4 kiloqram gilas alaraq satıcıya cəmi 66 manat ödədi. Deməli 66 manat ödəyibsə 66-dan da 30 çıxırıq. 36 manat da gilas üçün qalır. Yəni 36-nı da bölməliyik 4 kiloqram aldığına görə 4-ə ki 1 kiloqramı neçədir? Gilasın 1 kiloqramı neçədir? 9 manat. Doğru cavabımız D variantı olacaq. 38 cəmi əməlində boş xanaya uyğun gələn ədəd təbii ki toplanan cəmi 574-dən çıxmalıyıq 386-nı. 14-dən 6 çıxsaq 8, 16-dan 8 çıxsaq 8, 4-dən də 3 çıxsaq 1. Cavab 188, doğru cavabımız A variantı. 39-cu sualda deməli, mötərizənin içərisini hesablasaq eləyər 1600. Bölünsün 4-ün kvadratı 16, doğru cavabımız 10. Yəni D variantı. 40-cı sualda ədədini yüzlüklərə qədər yuvarlaqlaşdırın. Yüzlük 1-2, təkli yoğunluq yüzlük. Yəni 5-dir. Yuvarlaqlaşdıranda 5-dən sonra 3 gəldiyinə görə artmayacaq. 9500 C variantı. 41-ci sual. 123 bölünsün 3 plus 6 bərabərdir. 240 bölünsün x deyək. Hesablama əməlində boş xanaya uyğun. 126-nı 3-ə bölsək, deməli alarıq 42. Üzərinə 6 əlavə eləsək 48. İndi buradan nə alınır? 48 bərabərdir. 240 bölünsün x. Buradan x nəyə bərabərdir? 240 bölünsün 48-ə. X bərabərdir, deməli 5-ə. Doğru cavabımız B variantı olacaq. 42-ci suala baxaq. Fərq əməlində azalanı 716 olarsa, çıxılan ilə fərqin cəmini tapın. Fərq əməlində, baxın, x çıxılsın y bərabərdir 716. Fərq əməlində azalan 716, üzr istəyirəm, azalan 716 olarsa, bərabərdir hər hansı bir x ədədinə. Fərq əməlində azalan 716, çıxılan ilə fərqin cəmi, çıxılan ilə fərqin cəmi. Təbii ki, bu biraz da məntiqi sualdır. Çıxılan ilə fərqin cəmi, yəni x-in y-in cəmi ilə 716-ya bərabər olar. Doğru cavabımız D variantı. 43-cü sualda əməlində A ədədinin yerinə yazıla biləcək ən böyük ədəd tapın. A ədədinin yeri. Bunun üçün biz bunların cəmini tapın. 2864, 3296. Deməli 0 yazaq bir yadda, 15 bir də yadda 16, 6 yazaq bir yadda 10, bir də yadda 11, bir yazaq bir yadda 5, bir də yadda 6, 6160. 6160-dan kiçik, ən böyük, baxın, ən böyük ədəd dedik. Nə görə 6159. Doğru cavabımız A variantı olacaq. Deməli, A vurulsun, A vurulsun. A bərabərdir 12-nin kubu, 7 vurulsun, 7, 7. Yuxarıda verilənlərə görə A plus B cəmini tapın. Deməli, burada 7 vurulsun 7. Yəni bu 7-nin kvadratı olur. 7-nin kvadratı, yəni 7 vurulsun 7. A vurulsun A nə deməkdir? A-nın kubu da bərabərdir 12-nin kubuna. Yəni A bərabərdir nəyə? 12-yə. A 12 oldu, B də bərabərdir 2 oldu. Bunların cəmlisi olur 14. Doğru cavabımız C variantı. Bütün otaqlar 4 nəfərlik olan oteldə 79 nəfər turistin qalması üçün ən azı neçə otaq lazımdır? Yəni 79 bölünsün 4. Bu da bərabərdir. Ən azı neçə otaq qalması lazımdır? 19 olsa baxın. 19 olur. 19 olur. 76. 3 nəfər turist nə olur? Kənarda qalır. Ona görə də 19 otaq
bütün turistlərin deyir. Nəfər turistin qalması üçün ən azı neçə otaq lazımdır? Ən azı 20 otaq lazımdır təbii ki, bütün turistləri görməsi üçün. Deməli, 82 çıxılsın 10 hesablama məndə boş xanaya uyğun. Burada 10 fərq varsa, yəni 82-dən 72 çıxmalıyıq biz. 12-yi nəyə vursaq 72? 12 vurulsun 6 bərabər 72. Yəni doğru cavabımız oldu B variantı. Sonra davam edirik. 47-ci sualla. Kamal bir aylıq xərclik olaraq ona verilən 198 manat puldan 9 gün müddətində hər gün 8 manatını xərcləyir. 9 gün müddətində hər gün 8 manat. O qalan puldan hər gün eyni miqdarda olmaqla ən çox neçə manat xərcləməlidir ki, ay sonuna pulu çatsın? 1 ay 30 gündür. Bu da qeyd olunub. Deməli, 9 gün 8 manatdan xərcləyibsə, 9 vurulsun 8 bərabərdir 72. 72. Deməli, bu 72 manat xərcləyib. Xərcləndi. Yerdə nə qədər pul qalıb? 198-dən də 72-ni çıxaq geri. Görək nə qədər pulu qalır? Bərabərdir 126. 126 qalıb. Bəs neçə günü qalıb? 30 gündür. 9 gün xərcləyibsə 21 gündə qalıb. İndi 126-nı bölək 21-ə. Bu da bərabərdir 6. 6 dəfə 1 6, 6 dəfə 2 12. Deməli, günə 6 manat pul xərcləməlidir. Doğru cavabımız C variantı olacaq. Keçid alırıq həll tələb edən suallara. Yəni, həllini yazmaq. 3227-nin üzərinə əvvəlcə 5654-ü gələk. Daha sonra bir yazaq, bir yadda 8, 8, 8. Çıxaq 2736-nı 5, 7-dən 3 çıxana 4, 1, 6. 6145 ədədinin 15-ə bölünməsindən alınan natamam qismət ilə qalığın cəmi. 6145 15-ə bölünməsindən. Bu ədədin 15-ə bölünməsi üçün 3-ə və 5-ə bölünməsi lazımdır. 3-ə bölünürmü? 3-ə bölünmür. 3-ə bölündükdə 5-ə bölünür, amma 3-ə bölünmür. Bölüb də tapa bilərsiniz. Deməli, 5-ə bölsək, onsuz bizdən natamam qisməti soruşdu. Ona görə bölməliyik. 4. 4 dəfə 15, 60. Burada qaldı 1. 4-ə indirik, 14 bölünmür, 0 atırıq. Deməli, 145-də isə 9 dəfə. Üzr istəyirəm, 145-də isə 9 dəfə 5. 45, 9. 135. 9 dəfə. 135 qalıq neçə qalır? 10 qalır. Deməli, doğru mu tapdıq? 9 dəfə 5. 45, 9 dəfə 9. 135, 145, 10. Qalıq 10. Natamam qismətlə qalığın cəmi. Yəni 409-un üzərinə də 10 əlavə eləməliyik. Bu da 419. Yəni bu formada yazmışsınızsa tam bal alacaqsınız. Cavabımız da 419 oldu. Ədədlərini 10 minliklər mərtəbəsinə qədər yuvarlaqlaşdırın və alınan ədədlərin fərqini tapın. Əvvəlcə 10 minliklərə qədər yuvarlaqlaşdıraq. Təkli onluq 103 minlik, 10 minlik. 10 minliyə yuvarlaqlaşdırsaq elə 546, arxasında da 0 var. Neçə 0 olacaq? 4 0. Deməli, bu doğru. Digərində isə təkli onluq 103 minlik, 10 min. 237 yox, 238 olacaq. 238. Arxasında 4 0, 1, 2, 3, 4. Bunların fərqini soruşur. Bu sıfırlar olduğu kimi düşür aşağı. 16-dan 8, 8. 13-dən 3 çıxanda 0. 5-dən 2, 308 yox. 30 min. 3 milyon 80 min formada. Boş xanaya uyğun gələn ədədi tapın. Deməli, 14-ün kvadratı 196 eləyəcək. Çıxılsın 3-ün kubu 27, 5-ə vuranda 135. Vurulsun x yazıram, bərabərdir 2318-ə. 196-dan 135 çıxan da qalacaq 61. Vurulsun x bərabərdir 2318. 2318 ilə birbaşa 61-ə bölsək, deməli burada 4 dəfə çox eləyər, 3 dəfə 3, 18.
11-dən 3 çıxsaq 8, 12-dən 8 çıxsaq 4. 488-də isə 8 dəfə. Deməli, x bərabər imiş nəyə? 38-ə. Burada isə doğru cavabımız oldu 38. Bu formada. Sağ olun, hər birinizə uğurlar. Kanala abunə olub bəyənməyi unutmayın.